Gəlirindən əvvəl xərclərini sən müəyyənləşdirməlisən. Misal üçün, sən alırsan hər ayın 5-i maaş, düzdürmü? X məbləğdə pul alırsan, amma sən o maaş gələndən sonra olan sabit bir xərclərin var. Bu xərclər nələrdir? Kommunal xərclərdir, nə bilim uşağınız varsa uşağın üstünə olan xərclərdir, borcun var və s. Bu xərclər sənin sabit xərclərindir, çünki hər ay bu xərcləri olur. Və əgər sən bu xərcləri aylıq olaraq bir kağızda, bir Word-də, bir Excel-də yazsan, sən aldığın maaşı da əsasən pulunu bunlara gedəcəyini biləcəksən müəyyən bir hissəsini. Daha sonra sən deyə bilərsən ki, mənim pulumun böyük bir hissəsi bura gedir. Mən başqaları kimi lüks restoranda yemək yeməliyəm yoxsa yeməməliyəm? İnsanın etdiyi ən böyük səhvlərdən biri 500 manat maaş alır, 2000 manat maaş alanın həyatı kimi özünün həyatını yaşamaq istəyir. iPhone da belədir əslində. Hamı görür iPhone var, mən də iPhone. Kreditə girirlər, amma onu alırlar, bunlar. Yəni çox gözəl bir atalar sözü var. Ayağını yorğana görə uzatmaq lazımdır. Məsələn, bahalı restoranda yemək sizi başqalarına fərqləndirməyəcək bir insanın keyfiyyətləri olaraq və yaxud da bahalı telefon istifadə etmək sizi insanın keyfiyyətləri başqalarına fərqləndirməyəcək. Çünki xarakteriniz sizi fərqləndirir başqalarından. Sadəcə problem odur ki, bizim millətdə, elə də bizim millət bütün dünyada insanlar necə belədir, göstərişi sevirlər. Yəni biz göstərişi sevdiyimizə görə bəzi cəhətlər edirik. Buna görə də göstərişdən qaçmanızı tövsiyə edirəm. Çünki göstərişə qaçmaq sizi maliyyə itkilərinə, gərəksiz maliyyə itkilərinə səbəb olur. Səhifəmi izləməyi unutmayın. Hər birinizə təşəkkürlər. Gəlirindən əvvəl xərclərini sən müəyyənləşdirməlisən. Misal üçün, sən alırsan hər ayın 5-i maaş, düzdürmü? X məbləğdə pul alırsan, amma sən o maaş gələndən sonra olan sabit bir xərclərin var. Bu xərclər nələrdir? Kommunal xərclərdir, nə bilim uşağınız varsa uşağın üstünə olan xərclərdir, borcun var və s. Bu xərclər sənin sabit xərclərindir, çünki hər ay bu xərcləri olur. Və əgər sən bu xərcləri aylıq olaraq bir kağızda, bir Word-də, bir Excel-də yazsan, sən aldığın maaşı da əsasən pulunu bunlara gedəcəyini biləcəksən müəyyən bir hissəsini. Daha sonra sən deyə bilərsən ki, mənim pulumun böyük bir hissəsi bura gedir. Mən başqaları kimi lüks restoranda yemək yeməliyəm yoxsa yeməməliyəm? İnsanın etdiyi ən böyük səhvlərdən biri 500 manat maaş alır, 2000 manat maaş alanın həyatı kimi özünün həyatını yaşamaq istəyir. iPhone da belədir əslində. Hamı görür iPhone var, mən də iPhone. Kreditə girirlər, amma onu alırlar, bunlar. Yəni çox gözəl bir atalar sözü var. Ayağını yorğana görə uzatmaq lazımdır. Məsələn, bahalı restoranda yemək sizi başqalarına fərqləndirməyəcək bir insanın keyfiyyətləri olaraq və yaxud da bahalı telefon istifadə etmək sizi insanın keyfiyyətləri başqalarına fərqləndirməyəcək. Çünki xarakteriniz sizi fərqləndirir başqalarından. Sadəcə problem odur ki, bizim millətdə, elə də bizim millətdə bütün dünyada insanlar necə belədir, göstərişi sevirlər. Yəni biz göstərişi sevdiyimizə görə bəzi cəhətlər edirik. Buna görə də göstərişdən qaçmanızı tövsiyə edirəm. Çünki göstərişə qaçmaq sizi maliyyə itkilərinə, gərəksiz maliyyə itkilərinə səbəb olur. Səhifəmi izləməyi unutmayın. Hər birinizə təşəkkürlər.